Baş sponsor Lake City Yaşayış Kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka Şirniyyat məhsulları. Herkese salam olsun, gününüz uğurlu olsun. Dostlar, yenə də ləzzət axtarışındayıq. Hava möhtəşəm. Bu dəfə üzümüz yenə də canımız, ürəyimiz Qarabağ zonasındadır. Bugün Füzuliyə bizi qonaq çağırıblar. Orada Qarabağ mətbəxindən görə bizim üçün nələr hazırlayacaqlar. Biz Cəbrayılda düzdür olmuşuq, festivalda olmuşuq. Amma bu Füzuli səfərimiz, Cəbrayıl səfərimiz bu zonaya başlanğıcımız olar. İnşallah çox yaxında Şuşa, Kəlbəcər, Laçın, bax bu rayonlarımızın, şəhərlərimizin mətbəxini də dadmağa gedəcəyik. Gedirik Füzuliyə. Füzuliyə gələn kimi ilk gəldik Qənaətin məkanı obamıza. Bazarlığımızı elədik, gedirik, bizi gözləyirlər. Amma bir dənə isti var, qırğın. Bu istiyə baxmayaraq biz ləzzət axtarışımızı davam edirik. Gəldik, çatdıq. Gəldik, çatdıq. Füzulimizin 8 saylı Qayıdış qəsəbəsinə. Bugün bizi bura bir dostumuz çağırıb. Gözəl şair, qiraətçi, gənc oğlandı, cavan oğlandı. Maşallah, amma kitab falan da yazıb. O bizi dəvət edib bu qəsəbəyə. Mənsur qardaşımız. Gedək bu günləri Füzulidəyik. Qırğın, Qarabağda. Salam Məşq, necəsiz? Keyfiniz, əhvalınız necədir? Sağ olun, Allah razı olsun. Siz necəsiz? Necəsən qardaşım? Keyfin, əhvalın? Yaxşıdır. Şükür, yaxşıyıq, xoş gəlmisiniz. Öpürəm. Bizim Mənsur qardaşımız. Necədir qardaş vəziyyət? Salmasınız. İlk növbədə xoş gəlmisiniz Qarabağımızın giriş qapısı olan Füzuli torpağına. Çox sağ ol Məmməcim. Mənsur, mən Qarabağda bir dəfə öz komandamla Cəbrayılda olmuşam bir dəfə festivalda. Amma arzumuzdur ki, Qarabağı qarış-qarış gəzək inşallah. Qarabağın geniş mətbəxi var. Bir şeylə dedin sən, bu Füzulidə Qarabağın giriş qapısıdır. Bəli. Aha, biz giriş qapısındayıq. Buradan başlayır, Qarabağ buradan başlayır. Biz giriş qapısındayıq. Onda Allah xeyirli eləsin. Biz giriş qapısındayıq bu dəfə ləzzət axtarışında Füzulidəyik. Qarabağımıza daxil olduq. İnşallah bu gəlişimiz bizə düşərli olar. Bu gəlişdən sonra bizi gözləyin Xan kəndində, Şuşada, Laçında, Kəlbəzərdə, bir gəzəcəyik inşallah. Allahın köməsi. İnşallah. Bura 8 saylı Qayıdış qəsəbəsidir. O, nə gözəl o güllü bağçalı həyat var burada. Uşaqlar da yığılıblar. Sən mənə dedim, bayaqdan nə istəyirlər? Sizi gözləyirlər. Doğrudan istəyirlər. Sırtdanım. Uşaqlar, bütün uşaqlar yığışıblar. Mənim işimə, gücümə bax. Hamısı düşüb dalımıza ki, əmi, cırtdanımı oxuyarsınız, mən sizi cırtdanımı oxuyardım. Maşallah. Necəsiz? Yaxşısınız? Biraz da bəkdənədin. Nəyi gözləyirdiniz məndən? Bu Cavidan balamız sizin o mahnınızı ancaq oynayır. Ha? Oxuyun görüm, o oynayır. Cırttanım, aşırım cırttanım, cırttanım, annenim cırttanım, cırttanım, annenim cırttanım.
Özdeşarı nedir? Biri orada deyir ki, cırt, cırt, cırtdanım, başına fırlanayım, cırt, cırt, cırtdanım. Sen özün de elə cırtdan sonra. Ancaq mahnısını xoşlayıram. Hansı mahnı? Cırtdanı. Xoşlayırsan? Ay cırtdan. O cırtdan. Məndən şəkil çəkdirərsən. Məndən şəkil çəkdirərsən. 10 manatdan. Manatdan. Bizdən 20 manatdan razılaşmışdılar. Niyə yendirsən qiymət? Razılaşmışdın. Ha, 20 Onda manatdan. saçdım. 20 manatdan alınar. Ha. Uşaqların hamısı üz döndü. Ki gördünüz? Hə. Ya qardaşlarla da görüşüm mən. Necəsiz mən? Keyfiniz, əhvalınız, yaxşısınız? Hoş geldin. Salam, salam, salam. Necəsiz? Keyfiniz, əhvalınız? Sağ olun. Yaxşısınız? Asım. Sənin Allah gözünü doydursun ay Asım. Gilasdır bu. Bu peyvət gilanar. Nə? Peyvət gilanar. Nədir ki o? Bir var pişinə, cır forması, bu peyvət forması. Yəni calağı. Ha, calağıdır bu. Qəşəng turşmazam. Çox gözəl, çox gözəl. Şef Əskər bu günləri bizim üçün yeməklər bişirir. Əskər müəllim, bugünkü menyuda nə var? Bugünkü menümüzdə, yəni Qarabağa aid olan, Füzuli rayonuna aid olan Aha. gözəl tənəkli olması. Yəni Aha. bizim ən məşhur yeməklərimizdən gözəl yeməklərdir. Sonra aşqaramız var, addenlə plovumuz var, qarasız quzu əti ilə, şabaltı ilə, alçası ilə. Buranın quzusu da deyil. Bəli, bəli, bəli. Qəşəng olur, ləzzət Bəli, mən olur. bir pover kimi hər rayonlarda bişiririk. Hər rayonlarda bu cür addenlə qaralar hazırlanmır. Aha. Sonra mal ətinin sırf Qarabağa aid olan döşəmə, xaşlama yeməyi. Yəni bəzi rayonlarda döşəmə də Ha, deyilir. bu onu deyəcəydim. Bizim Qarabağ zonasında deməli Laçında da bu xaşlamanı Bəli, Laçınlar Qarabağ. tərəkəmə yeməyi deyirlər də ona da. Bəli. Yəni bunlardan hazırlamışıq. Şef, mən həmişə çəkiş vaxtı o məlumatı verirəm. Deyirəm ki, standart yeməyi görə bilərsiniz. Amma o standart yemək dadları fərqlidir. Məsələn, burada bişən xaşlama ilə başqa yerdə bişən xaşlamanın dadına fərq olur. Məsələn, buğlama eyni ola bilər. Burada da eyni bişirsinlər, nə bilim Lənkəranda da. Amma dadları fərqli olar. Çünki ətin dadı fərqlidir. Burada yetişən qoyunun dadı istərsəniz düzdür. Bəli, o bizim torpağımızın yetişdirdiyi quzunun əti, malın ətinin dadı ilə bəzi rayonlarda fərq çoxdur. Ondan əlavə də ki, hər rayonlarda onu hazırlama qaydası var. Mən başqa rayonlarda da bunu bişirirəm, yəni pover olaraq məclislərə aparırlar, pişirir. Amma burada bizdə bambaşqa fərqli bişirilir. İndi bu ilə yeyəcək dadına baxasınız da. Bəli, əlavə olaraq beçəni pişiririk, yəni bir dənə beçədə soğanla qovuruq qutardı. Amma biz onu ədibası ilə, şabalı ilə, limonla, ədibalarla beçənin qovurmasını pişiririk. Hamısı da hazır, istəsəniz baxa bilərsiniz. İndi başlayırıq yavaş-yavaş yeməklərlə tanış olmağa. Bibilərimiz indi gəldi. Necəsiz ay bibilər? Çox Yaxşısınız. Bir tanış elə məndən. Bibilər də. Bibim Zeynəb bibimdir. Zeynəb bibi. Anam Xatirə anam. Salam əleykum. Qonşumuz Xalidə xanım. Necəsiz? Çox sağ olun. Yaxşısınız. Çox sağ olun. Həmişə belə həyatınıza gözəl günlərə gələk. Sağ olun, sağ olun. Allah Xoş sağ gəldiniz. eləsin. İndi mən bir şef, Bəli. bu bibilər kömək ediblər bu yeməklərdə yoxsa yox? Yox, əməkləri var. Əl Ha, əməkləri var. birinci yoxdur dedim mən yox. Ha, əməkləri var. Yox deyirəm, əl əməkləri var. Ha, var. Hər iki köməkli ediblər mənə. Ha, Allah Biberləri doğrayırlar, soğanlar doğrayırlar, pomidor doğrayırlar. Amma ki, yəni Ha, göstərişlərim ki şefin, də. şefi əlbəttə ki də əsas o göstərişdir də, şefin yəni, köməkçiləri olmalıdır da. Bu nədir? Qarabağın Qarabağın haşlaması. məşhur haşlama yeməyi. Yəni mənim ağlım kəsəndən bu yemək həmişə Qarabağda ən məşhur yeməklər olub. Haşlama. Bəli, 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 bəli. Buyurun, görə bilərsiniz. Limonlu, alçalı, pomidorlu, petruşkalı, Oy, oy, oy. hər şey alçası. Ha, bunu belə Kək qəşəng otusu. qəşəng. Verəsəm indi kameranı bunu qəşəng belə ləzzətlə yemək lazımdır bu. Bəli, bəli. Haşlamanı. Bəs bu nədir? Bu da bizim qardaş. Füzuli plovu. Plovlar Üstündə bu lavaşıdır belə. Bəli, ha. bəli, bəli, bax kəsib yeyə bilərsiniz, tamına baxa Buradan bilərsiniz. bir dənə bundan belə Kəsə bilərsiniz. qopardım və mən nəfsimə biraz yeyə dura bilmirəm. Üzrü sayımda. Çox gözəl, çox gözəl. Ha, bu daha yekədəli bir qoyun götürüm. Qardaşım,
Gözün qanar sonra. Orada da nə gedir? Orada da nə? Qarabağ ləhcəsindən ordadır. Nuş olsun, nuş olsun. Çox dadlı və gözəl. Görüntü də maşallah möhtəşəmdir. Onun yəni qarası var da. Bəli, 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 vay. Baba, buyurun. Bax, deyək quzu əti. Bizim yəni yeməklərimiz dadı bu torpaqların quzusunun əti ilə bəlli olunur, sayılır. Bax, buyurun, kişmişi, alçası, əriyi, hər şey içərisində. Ay bibilər, bu Qarabağ zonasının bu əti niyə belə dadlı olur? Heyvanı da yaxşıdır, otlağı yaxşıdır, heyvanı dadlı olur. Doğrudan bu beyləqandan başlayır bu O yedi özü belə buranın yediyi otdandır. Torpaqlarımız çox münbitdir, ona görə də siz bu yerlərə xoş gəlmisiniz. Çox sağ ol bizə, Allah razı Səhvə olsun. gətirmisiniz, həmişə yaşlıqlara gələsiniz, toy bayramına gələsiniz. Var olasınız. Mən bildiyim qədər Qarabağ zonasında da belə həyat toyları olur da qəşəng. Palatka toyları olur. Palatka toyu, ay sağ olun. Palatka toyları çox gözəl də keçir. Deməli saat 9-dan başlayır, 1-əcən, 2-əcən çalınır. Səhər 9-dan. Hə, 9-dan 10-dan başlayır. Deməli sizin toylar saat Hə, 9-dan. 10-dan, 11-dən, 9-dan başlayır. Səhər yeməyini gəlib burada yeyirlər. Burada yeyirlər, aşıqlar burada yeyir. Doğrudan. Adətimizdir, adət. Möhtəşəm ki. Adətimizdir qardaş. Səhər yeməyin aşıqlar, muskantlar gəlib burada yeyib, sonra toylara başlayır. Deməli Qarabağ zonasının bir dənə də özəlliyini tapdım. Deməli burada toylar saat 9-da başlayır. 8-də yerindən dursan, saçını dadı düzəltsən, laklıyırsan qəşəng, yuyursan, təmizləyirsən. Hə? Jelədən zatdan vurursan, şehli saat 9-da. 9-da gəlirlər toya. İnşallah bu evin subay bir oğlu var, bu həyətdə subay bir uşaq var, Elmir adında. Onun toyunda, bu bağda, bu həyətdə bir mağaz qurulacaq. Maşallah, möhtəşəm də həyatınız var. Yaxşı, bir dənə bir şey də maraqlanım onda. Əgər saat 9-da başlayırsa toy, bəs 9-da gələn kimi siz xaçlama verirsiniz qonaqlara. O səhər 9-da xaçlama izin nə olar o? Xeyr. Povil olaraq, mən saat 5-dən durub qazan qırağına gəlirəm. Onlara pendir, şirin çay, ətin soyutması, asıl bizim qadınlarımız, xanımlarımız beçə kəsi soyutmayırlar muskatlar üçün. Doğrudan diyorsun. Bizim şairimiz Mənsur Qarabağlı beçət yeməlidir səhər-səhər. Səhər Yeməsəm şeir yaddan çıxar. yeməsəm yazam verəm. Xoşbaxtlı. Xoşbaxtlığın. Gəldi 100 manat pul yazırdı. Səhər yeməyin deyir. Günorta yeməyin deyir. Oynayır gedir də. Ay oynayır gedir. Yeməli obrisi nə idi? O bunlara da baxım. Hə, bu bizim olduğu aşqaramız. Aşqara. Quzu O da möhtəşəm. Bəli. Möhtəşəm. Hə. Bəh. Heç bir yerdə bişirilməyən şaballıtlı, limonlu beçə çırtması. Baxsın imişli Beyləqan rayonu bu povrə lazım olan halda bişirtdisin onu. Eşitdiniz də? Qarabağ çıxırtması. Bax, Bəli. bu yeməyi başqa yerlərdə də eləyirlər. Deyirsiniz, əlüzün dadı başqadır, onu elə deyirsiniz ki, heç yanda olmayan, yoxsa... Yo, əlimin dadını deyirəm heç bir yerdə olmayan. Hər yerdə bişirilir. Amma şabalı hər yerdə qatılır. Baba, bu izləyənlər sonra deməyin, ha, bu şabalıqlı beçər. Hamımız yemişik. Bu kişi öz əlinə güvənib deyir, ha, bu əllərin duzu olaraq deyir ki, mən bişirdiyim şabalıq beçə, yəni yekdir, ha? Bəli, əlbəttə. Sağ ol. Bu da bizim tənəkli olmasıdır. Yaxşı anasın. Səni gözləyirəm. Sən nəyimi göstərsin? Yeməyə qabaq keçir, mən də oradan götürürüm. Mən qırağa keçən kimsən gelib götürəsən, ha? Allah, bu uşağın gözünü doydur, al o. Bu sənin. Ha, bu tənək dolmasıdır da. Bəli, tənəkli olması. Yəni bəzi rayonlarda yarpaq deyilir də, yarpaq. Bəli, eyni sözdür. Qarabağda ona görə məşhurdur ki, Qarabağda həmişə üzümçülük olub. Yarpaqdan, tənəkdən həmişə istifadə etmişik biz. O adət-ənənədə biz yaşadırıq. Ay, sağ olun, bax söhbət odur. Qarabağ dolması. Qarabağımızın dolması, Qarabağımızın havası, Qarabağımızın suyu, bəh. Yəni bu möhtəşəmdir də. Yəni bu torpaqları gəzmək. Allah bizə qismət eləsin inşallah. Biz Laçına, Kəlbəcərə qədər gedək gəzək inşallah. Amin. İnşallah. Bir tane nəyə görə dadı var? Çünki bunu bu zonada, yəni çox məşhur aşpaz olan bu kişi bişirib. Ona görə dadı var. Şef əskər bişirib, ona görə dadı var. Bir də ki, Qarabağda bu dəqiqə nə yesin hər şey gözəldir.
hər şey dadlıdır. İnşallah öz kəndlərimizə köçüb gedəndən sonra orada bişirdiyimin dadı bambaşqa olacaq. Hansı kənddənsiz siz? Biz bizim rayonun Mahmudlu, Qaraxanbəyli kəndindəndik. Eyni kəndlərdir, biçik kəndlərdir. Amma kəndlər bu dəqiqə yəni, bərpa işləri görünür. Bərpa işləri görünür. Ali Baş komandamız Qaraxanbəyli kəndində girişdə şəhidlərimizin abidəsini qoyub, ilk şəhidlərin qanı orada tökülüb. Mahmudlu kəndində aeroport tikilib. Bütün yəni kəndlərimiz azaddır, şükür Allahın böyüklüyünə. Allah şəhidlərimizə rəhmət eləsin, qazlarımıza can sağlığı versin. Yavaş-yavaş hər şey. İndi həmin kəndlərdə bərpa işləri görülür. Bəli. İnşallah onsuz da oradan bütün məcburi köçkünlərə bizim dövlətimiz onlar hamısını işlə, evlə, hər şeylə təmin edəcək. Evlə təmin eləyir və işlə, iş yerləri də açılıb, bəzi yerlərdə indi... Əla. Buna sadəcə biraz zaman lazımdır. Biraz zaman lazımdır ki, hər şey tam bərpa olunsun. Bəli, bəli. Amma burada yemək bir bəhanədir. Qarabağda yemək bəhanədir. Buranın havasını udmaq başqa bir şeydir. Qarabağ dolması. Bu nə şirin qızdır. Nə istəyirdin mənə bax? Hə? Nə dedin mənə bax? Nə istəyirdin? Şəkil çəkdirmək. Şəkil çəkdirmək. Şəkil çəkdirəcək. Sonra nə dedin? Sonra cırt mahnı oxumaq. Nə? Cırt mahnı oxumaq. Cırt cırt. Hə. Cırt. Nə cırtdanımdır o? Hə. Fikirdirəm də. Cırtdanım, başına fırlanım. Üç dənə mahnısı var. Oxuyacam sana. Kimi? Üç dənə mahnı. Sən oxuyursan? Hə. Nə oxuyursan? Mən də oxuyaram səndən. Biri sıqma, biri dansa monkey, biri də cırtdan. Bunlar mənim mahnımı da özəlləşdirib. Mənim mahnılarım var deyir. Oxuyarıq səndən cırtdan. Oxuyaq. Hə. Güneş çıxar, ay gedər, hər bir elə pay gedər. Gətirin siz çayları, çay kaynar, çay gedər. Ay aman, aman aman, aman ayda dibi. Ay qardaşlar, ay uşaqlar. Çayla nə gedər? Nə? Gəlin bura! Usta, tamam, bir dənə səndən şey soruşum. Doğrudan xanımlar sənə kömək ediblər, yoxsa? Heç bir dənə olsa soğan soymayıblar, mənə nə deyim sizə? Soğan soymuyor, yox, oldu, usta. Bildik. Eşq olsun. Salam. Necəsiz? Sağ olun. Keyfiniz ahvalınız. Qardaşlar necəsiz? Keyfiniz ahvalınız. Yaxşısınız? Salam aleyküm. Necəsiz? Salam, xoş gəlmisiniz. Eşq olsun. Bağman Kərimbəyli. Bəli. Bağman müəllim, deməli bizim gözəl müğənnimizdir. 2011-ci ildə də Kanalların birinin də yarışmanın qalibi olmuş. Yarışmanın qalibi olmusunuz. Solar Kralının qalibi. Qəşəng məclislərə, toylara gedir. Yəni biz dəvət elədik ki, gəlsin burada da bu günləri ləzzət axtarışında verişimizin çəkilişində də iştirak eləsin. Sağ olsun ki, gəldi, dəvət elədik. Təşəkkür eləyirik. Yəni bu gözəl qardaşlar da burada, Elmir qardaşımız, İlkin Mehdizadə, Mansur Qarabağlı. Sonra bu gözəl ansambl Elşən müəllim, Nihat qardaşımız, Nicat və Asiman. Bu gözəl ansamblla mən bərabər çalışıram. Kral ansamblı. Bəli. Hətta kral ansamblı.
Kral. Yəni bu sənətkarların özünə uyğun özlərinin sənətləri və yəni burada göz qabağındadır. Xalqımız da bilir ki, bu insanlar həqiqətən sənətkardır. Baba müəllim, Bəli. mənə toylar o 200 var belə. Min şükür Allaha. Yaxşı Allah da. elimiz obamızı var eləsin. Maşallah. Cəmaatımıza eşq olsun. Biz cəmaatımızın hesabına yaxşı dolanırıq. Yəni bizi toylarına dəvət edirlər. Bizi gedib toylara aparır. Canımızı qoyuruq. Əsas odur ki, Bəli. eşləmişdən var da. Var, min şükür. Əsas odur. Mən Min şükür. Yox, elə bilərsən ki, mən oturub Yox. kimisə pulunu sayıram, elə Yox. bir baş işmə ya. Hiç Ya mənim yox, çox əsas sağ odur olun. ki, var. Əsas Yəni odur ki, var. bizim sənətkarın dolanışığı xalqdandır. Eşq Bəli. olsun xalqımıza. Onu mən sizdən bir dənə gözəl ifa alacağıq da. İnşallah. Canla başına. O qəşəng Canla başına. biraz dolma yemişəm. Onu tez bazar həzmə verim çünki çox ağır yeməklər var qabaqda. Ha, bir dənə bunu zəhmət olmasa. Başlayaq biz. Qardaş bir dənə zəhmət olmasa. Üzr istəyirəm. Bir dənə bir dəqiqəlik. Otursan. Hardan verəcək? Nə edəcəksiniz? Doşur ver, doşur. Doşur. Doşur nədir ya? Deyə mən burada niyə oturdum ki? Mənim siz aparıcı deyilsiniz. Allah, mən başımı itirmişəm ya. Demə hər bölgənin, hər rayonun bir şah yeməyi olur da. Bu Qarabağ zonasında da şah yeməklərdən biri olan xaçlama var. Ki o xaçlamanı bildiyim qədər bütün toylarda da verirlər də, düzdür? Hamımız elə bismillah eləyək. Bir dənəsini qəşəng verəm. O, xaçlama. Xaçlamamız bu nəsə suyu yaban qırğın görsənir. Suyunda da. Bizim aşpazımız da işinin sənətkarıdır. İndi hər yerdə yemək dadlı olmur da, gərək əlivin dudu da ola. Bunun dadına baxım, bu xaçlamanı görüm. Nətər. İndi dada baxa biləcəm. Nətər. Ha. Həmən dəqiqə hiss olunur ki, burada bu Qarabağın suyu var bu yeməyin tamında. Sonra nə bilim, o dağların o ədvaları var, o havası var. Vallahi həmən dəqiqə bilinir. Elə bir nəsə mənə bir turşmaza kimi də belə bir şey gəldi. O içində nələr var ki belə? Alça var da, alça. Turşu var, alça var. Yox, təzə alça yoxsa o qara turşu olur o? Yox. Sarı alça. Görüm, hə, sarı alça var. Alça var. Hə, dedim, hə. Alçadır onun içində. İçinin ədviyyatı çoxdur da. Ona görə də. Pomidordur. Ona görə dadını Çox dəyişir. dadlıdır. Çox dadlıdır. Yüksək səviyyədə. Toylardan suyun içində. Bəli. Stəkana tökülür özü su içinə, hə. Onun sifarişlə özdə gətirdirirlər. Hı? Sifarişlə gətirdirirlər onun suyunu. Doğrudan. O bir şirinliğini göndərirlər ki, virüsdəki onun suyunu. Ha, toyda. Afşanda sifariş verirlər ki, bir dənə bizim üçün suyuna zəhmət olursa.
Hasim. Bir dənə bu stəkan dostudan gətir bizim üçün gör biz də. Bu suyundan, bu suyundan. Qarabağ haşlamasını Qarabağda yeməyin başqa bir ləzzəti var. Çox Qardaşlar bəyəndim. nuş olsun. Bu haşlanmanın suyunu kim istəmişdi? Mən istəmişəm. Şirinliyi ilə bu elə-belə gəlmir. Hə? Ha, bu elə-belə gəlmir. Bunun xərci var, şirinliyi var. Bunu şirinliyi verəndə siz istəmişsiniz, gözüm üstə. Bax, qoyur qarşınıza. Şirinlik olur. Bəli. Onu da mən istəməmişdim, bu istəmişdi. Yox, bilmirəm kim istəmişdi. İstəmişsiniz, qaytara bilərəm geriyə. Mansur Qarabağlı. Bu istəm. Mansur istəyir, Mansur. Qaytara bilərəm geriyə. Yox, qardaş, xərcim veririk, artıq. Bəh. Buyurun. Mənsur Qarabağlı məni qonaq elədi. Ay, eşq olsun qardaşınız. Sağ olun, nuş olsun. Bax, bu adətimizdir. Usta, sən əllərinə sağlıq. Deməli, bunu dedilər ki, elə toylarımız olur Qarabağda. Şəxsən Füzulidə belədir. Yəqin ki, indi Qarabağın bir neçə yerlərində var da bu adət-ənənə. Toyda yəqin ki, o toyun gözəl anında, məqamında, yev içməyin ortasında sifariş verirlər ki, bizim masaya haşlamanın suyu gəlsin. Gəlir, deməli, bu haşlamanın suyu təqdim olunur oturan qonaqlara. Oturan qonaqlar da Xərcim verir. əlini atır cibinə. Afisiantların pulunu verir. Mən də bugün qonaq elədi, sağ olsun qardaşımız. 20 manat onu işə saldıq, indi nə tədar olacaq? Ha? Tarana sonra səndən onu alacam. Mən dedim ki, kartınızı atın, ki, sən mənim kartımı atarsın, mən verirəm nəğdi. Nuşuzan. Mən bir dənə onun dadına baxım. Dadı ləzzətlidir, çox ləzzətli, həqiqətən. Qarabağda Qarabağ haşlamasının suyu. Nə getdi? 1.20-liyə sənətkar bir stəkanda gələ bilər. Ehtiyac varsa göndərə bilərəm. Mən bunu yavaş-yavaş istəyirəm, sən narahat olma. Eləməyim. Mən bunu turbuska ilə deyirsən, xırdaqa. Nisiyə dəftərimizdə var ehtiyac varsa. Usta, sən bu 4-5 dənə istəkən satmaq istəyirsən bizə. Usta, əsas odur ki, sənin əlinin duzuna söhbət yoxdur, valla. Bu haşlamaq çox süper. Çox gözəl. Ya mən illərin qurmanıyam da, mən dadlı yeməklər üçün 5000 kilometrdə desələr, yəni gedərik də ora, o dadı hiss eləmək üçün. Nuş olsun, nuş olsun. Onun üçün bir qurman olaraq deyirəm ki, bu haşlama möhtəşəm idi. Füzuli haşlamasıdır. Sizə yeni xəbərim var. Obada obi var. Hər gün ən azı 5 manatlıq alış-verişə bir obi qazanacaqsınız. Düzdür obi? Obi, qaçma, obi. Hər topladığınız 5 obi sizə 1 manat bonus qazandıracaq. Onun üçün də hər gün obadan ən azından 5 manatlıq alış-veriş etmək lazımdır. Ay ərzində 6 AZM bonus qazana bilərsiniz. Düzdür? Obi. Obi ilə bonuslar qazanmaq istəyirsinizsə, mütləq şəkildə Oba Plus tətbiqini kassada oxudun. Ay ərzində Obi ilə qazandığınız bonusları rahatlıqla kassada xərcləyə bilərsiniz.
verdi bir nəğmənin bəstəsi. Gözlərim səni gördü, oldum illər həstəsi. Könlümə inan verdi bir nəğmənin bəstəsi. Gözlərim səni gördü, oldum illər həstəsi. Qəmə könül bağladım, dərdimi çoxu bir. Sensiz kalıp anladım, gözlerim yuxu bir. Qəmə könül bağladım, dərdimi çoxu bir. Sensiz kalıp anladım, gözlerim yuxu bir. Mən səni sevən gün, mən səni sevən gün, mən səni sevən gün, mən səni sevən gün. Şef Əskər. Bəli. Bugün yine dediğim kimi tekraren yığışmışıq bura Qarabağın gözəl güşəsindən olan Qayıdış 8 qəsəbəsində gözəl süfrə alışmış şair Mənsur Qarabağlının başına yığışmışıq. Bəli, bəli. İndi bizim nə yeməyimiz qalıb şef? Neçənin çığırtması, bir də plovumuz öz quzu ilə aşqarası. Bir dənə daha baxım onlara. Sən. Bəh, bu aşqaramız. Vay. Bu beçə çığırtmamız, Bu da beçə. şabalıqdır, turşulu. Bu da bizim gözəl plovumuz. Aha. İndi sən öz əllərinlə o qoysan o qaba bizim üçün yerdi o pilovdan. Maşallah. Ha? Bəh. Nə gözəlliyinə. Qarabağ. Deməli, Qarabağ bizim də o sözsüz. 100%. Bu Qarabağ çıxırtması. Gözəlliyə baxın, gözəlliyə. Şabalıd rəhbərəng. Buyurun. Ha. Həyat üzəsində. Bəli, qapı özümüz saxlamış beçələrdir. Bu da bizim gözəl plovumuz. Vay. Bəh. Bunu biz götürüb bir təmizlənə. Qaba qoyaq ki, onu da yeyəcəyik. Bəli. Bax, bu da qoyulur ortalığa. Buyurun qoyun. Elə həm dadlısı bu da. Qarabağ plovumuz. Aha. İyinə bax. Oo. Ətrin qoxusuna bax. Buna bax. Əllərinizə sağlıq. Ay şef, əllərinizə Çox sağlıq. sağ olun qardaş. Gözəlliyə bax. Allah hər zaman süfrəmizi bol eləsin. Bu elimizə, obamıza gələndə Qarabağın hər tərəfində, Azərbaycanın hər tərəfində həmişə bolluq olsun. Həmişə bax, biz qonaq gedəndə bizi belə xoş üzlə qarşılasınlar. Ümumiyyətlə, bizim millətə elə gülərüzlük yaraşır, şənlik yaraşır. Başla, sən də başla. Amma usta, sənə xahiş edirəm, sən özün də bir dənə bizdən bir yerdə yeyəsən, bunun dadına baxasan. Baş üstə. Sizlə çörək yemək mənim üçün daha xoşdur. Bu mal ətindəndir də. Aşqaramız quzu ətindəndir. Haşlamamız mal ətindən. Haşlamanı ümumiyyətlə quzu ətindən eləyirlər. Eləmək olar, ancaq mal ətindən olsa daha gözəldir. Ona görə quzu əti biraz ərimə olur, yağlılıq çox olur. Əsasən mal ətindən olmalıdır haşlama. Mal ətindən daha yaxşı olur da. Bu da indi burada gördüyümüz tikələr quzu ətidir.
Birinci bir dənə bunun dadına baxaram hələ mən. O səsi gələn o məlir onlar. Onlar nədir? Bunu belə götürüb yemədin sən? Onun belə dadı olmur ki. Ya. Hiss eləmək üçün yarım belə yeyəsən. Gözəl. Nuş olsun. Əlin duzu başqa deyib. Əl duzu başqadır zansın. Allah sivar eləsin. İnşallah gələn dəfə toyda, həyat toyu elə istəyirəm ki, Qarabağda bir həyat toyuna gələk. Orada siz bu dadlı yeməklərdən belə qazanlarda bişirəsiniz. Biz də gərək qazanların böyründə dayanaq. Özü ki, askər şef. Palatkanın yeməyini verdin. İndi bizə də bir yüngül var bu yeməklərdən qoy. Biz də dadına baxaq. İnşallah. Allah qismət eləsin. Qapıda böyüyən beçə. Ay, kənd beçəsidir bu, qardaşım, bu. Qarabağda böyüyən, Qarabağın suyunu, otunu yiyən beçədir. Qarabağ beçəsi. Amma bu beçənin dadına baxın. Balıqdan da bir yiyeyim. Onu da deyirəm, bu nədir? İnşallah bir dəfə qonağımız olarsınız, onda görərsiniz, başqa bir sürprizlər edəcəyik sizin üçün. Hə, inşallah. Mən biləm ki, ustanın böyük bir dənə səhifəsi var TikTokda. Bəli. Usta orada çoxlu yeməklər bişirir. Bəli, Power Əskər səhifəm yazanda çıxır. O toylarda, xeyir işlərdə necə hazırlayırıq, onların hamısı göz qabağında olur. Hamısını çəkib paylaşırıq, düzdür? Bir gün olsun, Mənsur ata olsun. Ooo, inşallah. Allah qismət eləsin. Sən lap yeni evlənmirsən onda Mənsur? Hə, yeni evlənmişəm. Hə, evlad yoxdur ara? Yox, hə. Olacaq. İnşallah. Qismət eləsin. Bu qapıya yığışağın, bu cür geniş onda bir məclis açalım. bizi dəvət edərsən də yəqin ki. İnşallah. İnşallah da o vaxtı bizə gələ bir dənə. Ləzzət axtarışına verilişin kollektivinə ilk növbədə təşəkkür edirəm. Öpürəm mən. ATV kanalının rəhbərliyinə təşəkkürümü bildirirəm. Sizə təşəkkür edirəm və kadr arxasında olan insanlar, yoldaşlara təşəkkürümü bildirirəm. Çox sağ ol. Var olun. Əziyyət çəkdiniz, əziyyətinizi halal edin. Öpürəm, Allah səni var eləsin, çox sağ ol. Bizə kadr arxasında ən çox əziyyət çəkən ağzımızı güdürür, nə vaxt. İnşallah Allah o günü qismət etsin, o övlad qismət olsun. Onu da bir gün qeyd edərik. İnşallah. Amin Allah. Böyük məmnuniyyətlə biz sənin qulluğundayıq. Mən öz adımdan təşəkkürümü bildirirəm bu gözəl ailəyə. Var olasınız. Əsər mənim, Allah sizin də canınızı sağ eləsin. Həmişə gözəl günlərdə görüşək və həmişə getdiyimiz yerlərdə kiçik də olsa bizim də hədiyyəmiz olur, sponsorlarımızdan hədiyyəmiz olur. Baş sponsorumuz 2 prospektin kəsikməsində yerləşən Lake City yaşayış kompleksidir. Əzizlərim, Lake City Premium kompleksi getsəniz, maraqlansanız, açıq baseyn, örtülü baseyn, məktəb, uşaq bağçası, axtardığınız hər şey Lake City'də var. Onun üçün də tələsin, orada evlərin sayı məhduddur. Və bizim qənaətin məkanı sponsorumuz nə vaxt gedirsən kampaniyalarla dolu, hər zaman insanları sevindirən Oba Marketlər şəbəkəsidir və Oba Marketlər şəbəkəsindən də hədiyyəmiz var. Bunun biri eviyyəsinədir, biri də bizim aşpazımızdadır. Xahiş edirəm buna qoyarsınız. Və dadlı, ləzzətli, yedikcə dadından doymadığımız çayka şirniyyatları. Çay gəlsin, çay gəlsin, yanında çayka gəlsin, çay gəlsin, çay gəlsin, yanında çayka gəlsin. Bu sizin.
Bu da sizin. Təşəkkür edirəm. Təşəkkür edirik. Verişin əvvəlində də dedim, bizim Mənsur qardaşımız, Mənsur Qarabağlı, həm şairdir, qiraətçidir, belə bir dənə kitab yazıb. Burada mənim diqqətimi çəkən nə oldu? Bir dənə buna baxın. Deməli 93-cü ildə bizim Füzulimiz işğaldan sonra bax ermənilər onu bu vəziyyətə gətiriblər. Və bu montaj deyil, təbii çəkilmiş şəkil. Nur Əhməd müəllim çəkib bunu bu yaxınlarda. Deməli bu da bizim yuxarıda gördüyünüz də Füzulinin işğaldan sonra bərpa olunmuş yəni hissəsidir. Füzuli şəhəridir. Füzuli şəhəri, şəhərin özüdür. Şəhərin özü bizdə deyil idi də, ermənilərdə idi. Sonra 44 günlük müharibədən sonra artıq bizdədir. Bütün torpaqlar bizdədir. Şükür Allaha bərpa işləri gedir. Bu da gör necə gözəl tarixdir. Həm elə bil ki təzə Füzuli və köhnə. Bəli. İndi buradan bizim üçün nəsə deyirsən də? Elə mövzu vətəndən gedirsə, vətənə şeir desək daha gözəl. Yerdən düşər, Qarabağda. Yazdığım doğma Füzulimə qayıdıram mən şeiri. Əla. İşğaldan azad oldu yurdumuz. Doğma Füzulimə qayıdıram mən. Həsrətə son qoydu şanlı ordumuz, doğma Füzulimə qayıdıram mən. Vətən deyə kəsilib nəfəs. Bu qədər zülümlər artıq bizə bəs. Mənim sevincimə qoşulsun hər kəs, doğma Füzulimə qayıdıram mən. Azıq mağarasının bilinmir yaşı. Sevinir yurdumun torpağı, daşı. Seviçdən qurumur gözümün yaşı, doğma Füzulimə qayıdıram mən. Mənsuram, gözümdə yoxdur daha nəm. Çəkildi gözlərdən o qüssə, o qəm. Mən artıq məcburi köçkün deyiləm. Doğma Füzulimə qayıdıram mən. Doğma Füzulimə qayıdıram mən. Ay tarixim, kəşmişim Qarabağdır. Tarixim, kəşmişim Qarabağdır. Evim, eşiyim Qarabağdır, ay balam. Musiqi beşiyim Qarabağdır. Cabbarın səsi, Seydin səsi, xanın səsi, ay bala bizimdir. Kişi yalan hürmət kimi deyilməz. Nəsi qonşu qonşuyla didişməz, ay balam. Azərbaycan xəritəsi bölünməz. Azərbaycan xəritəsi, ay bala bizimdir. Aman aman ay. Azərbaycan xəritəsi bizimdir. Ay bala bizimdir. Füzulisiz kəsən ömrü, bilin hədər yaşamışam. Neçə ildir ürəyimdə dərdi qəmi daşımışam. El obasını itirməyən bizi başa düşər çətin. 30 ilə yaxındır ki, nələr çəkib bu millətin. Doğma kəndim mahbubluya ayaq yalın qaçım gedim. Udum kəndin havasını, quru çay mən seyredim. Qəlbimizə dağı çəkib, dərdi qəbi bitirmişik. Xaliq, intiqam, mahri cavan yaşda itirmişik. Qaçqın olmaq sinəmizə çəkdi sağalmaz bir dağı. Məşhur idi kəndimizin kələsəri üzüm bağı. Vətən haqda şeirlərin hər bəndinə qurban olum. Doğma elim Füzulimin hər kəndinə qurban olum. Hər kəndinə qurban olum. Her tarafı gülşeye belenmiş. Her tarafı gülşeye belenmiş. Toy düğünlü ağrelim var benim. Sağ devlet canlı sol Füzulim. Sağ devlet canlı sol Füzulim. Kölgelen
mənim balam, Füzulim var mənim. Hər güneşə söykənibdi vətənim, mən gələ yata durmalım dilim. Karxana Qaradağ yel gedəyim, Karxana Qaradağ yel gedəyim, kimsəsiz çağlayam. Elim var mənim, Füzulim var mənim, balam, Qarabağım var mənim, Qarabağım var mənim. Həsrətdən gör neçə ildir. Qurumurdu gözümdə yaş. Füzulidə, Cəbraildə qalmayıbdı daş üstə daş. Neçə igid oğlan uğrunda verdi canı, düşmənləri məhv edərək azad etdi Zəngilanı. Kəlbəcərin üstü suyu bir aləmdir, özəldir. Laçınımın o dağları möhtəşəmdir, gözəldir. Qubadlıdır artıq bizdə. Təbrik edirəm hər kəsin Şuşamızda, Xankəndində eşidilsin azan səsi. Ağdam, Ağdərə, Xocabənd, Xocalı da bil ki candır. Bütün dünya eşitsin ki Qarabağ Azərbaycandır, Azərbaycandır. Adamlar xəyal subdur yenən, o zəllət diyar düşürdür meylinə. Azıq ki bir sirdi dünya yüzünə, Füzuli adımda olan var mənim əziləm. Almışıq biz, düşmən bağrı yarmışıq biz. Şükürlər olsun bugünə, Azərbaycan bayrağını Qarabağdan, Şuşamızdan, Xankəndindən, Füzulidən asmışıq biz. Aydat, aydat, əyəcəyəm, aycayəm. Azərbaycan elimdir, doğma əziz dilimdir. Düşməni bağlayansın, Qarabağ vətənimdir. Mənim doğum ərduzu var, Azərbaycanın bağlayan ulduzu var. Azərbaycanın mənim doğum ərduzu var, Azərbaycanın bağlayan ulduzu var. Azərbaycanın. Baş sponsor Lake City Yaşayış Kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka şirniyyat məhsulları.